Bəzi savadsız, məntiqsiz insanlar var, deyir, mən təqlid eləmirəm. Allahın kitabını alim sənə başa salır, sənin dilində izah eləyir. Deyir ki, sən o yazılana uyğun hərəkət etməlisən. Buna deyirlər təqlid. Deyir, buna lazım. Mən elə özüm başa düşürəm də. Biri mənə dedi, mən nə lazımdır? Mən özüm bilirəm hər şeyi. Namazı necə qılırsan? Dedi, belə. Bizim qıldığımız kimi. Və orucu necə tutursan? Bunlar hardan çıxardıbsan sən? Axı sən Qurandan öyrəndin bunları, hədislərdən bu çıxarışları etdin, yox. Hardan öyrənibsən? Risaladan. Deyir, təqlid elə budur da, yazıq. Təqlid elə budur da. Niyə bizi alimlərdən ayırmaq istəyirlər? Bilirsiniz niyə? Əgər müsəlmanlar, möminlər, şiyələr alimlərindən ayrılsalar, Fatihə parçalanacaqlar. Hərə bir səmtə gedəcək.